Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Bərdə şəhərində Bərdə ilə bərabər 8 rayondan olan vətəndaşları qəbul edib. Vətəndaşların müraciətləri əsasən xidməti müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar yaşadıkları ərazilərə yaxın hərbi hissələrdə xidmət keçmələri, müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi və digər məsələlərlə bağlı olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyatı üzrə baxılmasından ötürü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Gültəkin Əliyeva, Şamxal Cəlloğlu, Loğman İsmailov, Dünya TV.